Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edir. Gəncə Xəbər az məlumat verir ki, Bakı-Tbilisi-Bakı qatarlarını Azərbaycan ərazisində Bakı Dəmir Yol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyükəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmir Yol Vağzalında dayanacaq veriləcək. Bakı-Tbilisi-Bakı marşrutu üzrə gediş haqqı məsafədən asılı olaraq komfort sinfi üzrə 51 AZN-dən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 81 AZN, Yevlaxdan 67 AZN, Gəncədən 62 AZN, Ağstafadan isə 57 AZN-dir. Böyükəsikdən Qardabani stansiyasına isə 51 AZN təşkil edir. Qeyd edək ki, beynəlxalq istiqamətlər üzrə gediş haqqı İsveçrə frankının yerli məzənnəyə nisbətinə əsasən formalaşdırılır və kurs fərqinə görə dəyişə bilir. Bakı-Tbilisi-Bakı reysi üzrə bilet qiymətləri də Gürcüstanla hesablaşma əsasında İsveçrə frankının manata məzənnəsinə görə müəyyənləşdirilir. Bundan əlavə beynəlxalq marşrutlar üzrə qatarın keçdiyi hər bir ölkə tarifə əmsal tətbiq edir. Qiymətlərə həmçinin ölkədaxili marşrutlar da olduğu kimi həftə sonları, bayram günləri və yer seçimi də təsir göstərir.